Hörmətli həmkarlar, indi isə gəlin bulud üzərində yeni qovluq və fayl yaradılmasına baxaq. Yeni qovluq və fayl yaratmaq üçün yarat düyməsindən istifadə edirik. Gəlin bir qovluq yaradaq və qovluğu adlandıraq. Qovluğu yaratdıq, adlandırdıq. Artıq gördüyünüz kimi mənim yaratdığım qovluq burada yer alır. Qovluğun adına uyğun olan sənədləri sürüşdürməklə qovluğun içərisinə yerləşdirə bilərik. Artıq mən bir sənədi yaratdığım qovluğun içərisinə yerləşdirdim. Gördüyünüz kimi qovluğun içərisində sənəd yarandı. İndi isə gəlin fayl yaratmağa baxaq. Eyni üsulla yarat düyməsi vasitəsilə biz yeni fayl yaradıb üzərində əməliyyat apara bilərik. Yeni Word faylı yaradaq və faylı adlandıraq. Sənədi bağlayaq və üzərində əməliyyat aparmağa başlayaq. Mənim yaratdığım fayl artıq burada yer alır. Demək, biz artıq sənədləri kompüterdə deyil, bulud üzərində, yəni brauzerdə yaradırıq. İstənilən sənədləri, məsəl üçün bu Word sənədi də ola bilər, Excel sənədi də ola bilər, PowerPoint sənədi ola bilər və s. Biz bu sənədi istənilən şəxslə bölüşə bilirik. Yəni, istənilən şəxsə göndərə bilirik. Biz həmin şəxsə icazə veririk ki, həmin sənədin üzərində əməliyyat apara bilsin. Sənədi kimə göndərəcəksinizsə, yəni həmin şəxsin mail ünvanını burada yazırıq və şəxsə icazələr veririk. Məsələn, sənədi göndərdiyimiz şəxs həmin sənəd üzərində redakt edə bilər, həmin sənədə təklif verə bilər və yaxud da yalnız həmin sənədə baxış edə bilər. Mən həmkarıma icazə verirəm ki, mənimlə birlikdə bu sənəd üzərində redaksiya etsin və sənədi göndərirəm həmkarıma. Artıq gördüyünüz kimi mən yaratdığım sənədi öz həmkarımla bölüşdüm.